Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli Neftçi sevərlər, Neftçi TV izləyiciləri. AFFA Gənclər Liqasının birinci dövrəsinin 10-cu turun çərçivəsində Neftçi Turan-Tovuz qarşıdurması bir qədər sonra start götürəcək. Hal-hazırda bizim yayımız Prime Sports futbol mərkəzindən də əziz dostlar. Rəqib kollektiv Turan-Tovuzun start heyəti ilə tanış olaq. Qapıda 84 nömrə Cəfər Abbasov, meydan oyuncuları 80 Cavidan Eminov, həmçinin o kapitandır. 47 Yusuf Bağırov, 55 Məhəmmədəli Məmmədov, 57 Tunar Muradov, 58 Həsən Ağacanov, 70 Fərid Sadıqov, 71 Cəsur İsmailov, 87 Nicat Quliyev, 94 İlham Əhmədov və son olaraq 96 Tural Həsənov. Komandanın baş məşqçisi isə Kamal Ələkbərovdur. Neftçinin start heyəti ilə tanış ola bilərik. Qapıda 1 Məhdi Həsənov, meydan oyuncuları 6 kapitan Elvin Vəliyev, 4 Ayman Qəhrəmanov, 5 Kamil Həsənov, 7 Pünhan Qasımzadə. Start fiti səslənmək üzrədir, başlamaq üzrədir. Bəli, start fiti səslənir, görüş başlayır. Uğurlar Neftçi. Ötürmə gəlir qapı qarşısına və burada zərbə indirmək olar. Zərbə və gol! Standart vəziyyətdən maksimum istifadə edirik. Ayman Qəhrəmanov bu maçda hesabı açır. Nəzarətsiz qaldı cərmə meydançasında və yekunda qüvvətli zərbə ilə rəqib qalkiper Cəfər Abbasovu məyus etməyib bacarır. Bravo! Hər halda standart vəziyyətdən yaxşı yararlandıq. Və bəli, birinci hissə yekunlaşır. İlk hissədən sonra komandamız 1-0 hesabı ilə öndədir. Baş hakim Sənan Bayramzadənin ikinci hissənin başlanmasına təsir göstərən start fiti səslənir. Ötürməsini də etdi Emin Süleymanov. Meydan sonradan daxil olub, gücü çoxdur. Emin'dən ötürmə indi, burada zərbə və gol! Gol, 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 gol! Tunar Mehdiyev! Bravo! Meydana sonradan daxil olan iki futbolçu da özünü yaxşı tərəfdən göstərməyi bacardı. Sağ cinahdan reyd etdi Emin Süleymanov və onun qapı qarşısına edilən ötürməsini Tunar Mehdiyev qolla tamamlayır. Bir qədər bu qol bizi bir xeyli rahatlatdı. Amma əlbəttə ki, arxayınlaşmaq olmaz. Hər halda Turan-Tovuzun təzyiqləri davam edəcək, amma ötürmə gəldi qapı qarşısına. Bu da boşda zərbə və gol! Üçüncü qolu vurmağa bacardıq. Üçüncü qol vuruldu standart vəziyyətdən sonra. Hesab 3-0 olur Neftçinin xeyrinə. İdeal ötürməni tamamlamaq mümkün olur və üçüncü qolumuzun müəllifi müdafiəçimiz Kamil olur. Bu dəfə o fərqlənir. Standart vəziyyətlərdən bugün yetərincə yaxşı şəkildə istifadə etdik və bəli, hakimin fiti də səslənir və AFFA Gənclər Liqasının 10-cu turunun Prime Sports futbol mərkəzində keçirilən Neftçi Turan-Tovuz qarşılaşması komandamızın 3-0 hesablı inamlı qələbəsi ilə yekunlaşır. Şərhçiniz Abdullah Hacızadə idi. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın. Gələn reportajlarda eşidilərik.